Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve khatamen nebiyyina Ebel Kasım Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ahli beytihi tayyibin tahirin ve ala ashabihi mukarramin ve la'natullahi ala a'daihim ecma'in minel an ila yevmiddin. Qâlel hakim fi kitabihil kerim. Ya eyyühellezine amenu ittaqullah ve kunu ma'as sadiqin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Sadakallahul aliyyul azim. Peygamber, Ali Peygamber hakkında bir salavat ediyelim. Allahümme salli ala cəmi ənbiya, avliya, avsiya, şühəda, ulama, əziz şəhidlərimiz, aramızdan gedən müminələr, boynumuzda haqqı olan şəxslər haqqında da bir salavat ediyeləyək. Allahümme salli ala Muhammed və ali. Gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün, itaətkar bəndələrdən olmağımız üçün, ibadət, itaətlərimizin, dualarımızın qəbuluna bir salavat ediyeləyək. Allahümme salli ala Muhammed. Allah qəbul etsin inşallah. Allah gələcək günlərimizi xeyirli, bərəkətli eləsin. Bugünkü gün, cümə günü, o cümlədən İslam aləmində mübahilə deyilən bir gündür ki, Həzrət Peyğəmbər əleyhissalamın Əhl-i Beyt haqqında ayə nazil olması və Əhl-i Beytin İslam aləmində olan məqamı, Allah yanında olan fəziləti Qur'an ayəsi ilə və Həzrət Peyğəmbər əleyhissalamın öz əməli ilə bəyan olan günüdür. Allah and verdik Peyğəmbər, Ali Peyğəmbər xatirinə bu günləri ki, Əhl-i Beytin fəzilətin bizlərə bəyan eləyib, bizləri dünya axirətdə Əhl-i Beytin həqiqi olan şiələri ilə məhşur eləsin inşallah. Bu gün haqqında biz əvvəllər də qeyd eləmişdik. Bu fəzilətli gün elə bir gündür ki, hər il Zilhiccə ayının, yəni bu günlərin Zilhiccə ayının ki, 24-də baş vermiş hadisədir. Onu yad eləmək, hətta təkrar da olsa eşitmək bizlər üçün inşallah dünya axirətdə bir nuraniyyətə bais olar. Bu günlərim Hicrətin 9-cu ilində Mədinə şəhərinə Həzrət Peyğəmbər əleyhissalamla bəhs eləmək üçün Xristiyan şəhərindən, Nəcran qəbiləsindən müəyyən qruplar, yəni onların ağsaqqalları gəlirlər. Mən əvvəl onu qeyd edeyim ki, çox da dərinliklərə varmayacağam. Fəqət əsas nöqtələrdən bir neçəsini qeyd edəcəm. Onlar gəlirlər Həzrət Peyğəmbər əleyhissalamın yanına və Həzrət Peyğəmbərlə mübahisə etmək fikrindədirlər. Cəmaət məscidə daxil olur, Həzrət Peyğəmbər əleyhissalam gəlir və onlar mübahisə eləyirlər, hətta İsa əleyhissalam haqqında da bəhs eləyirlər. Onlar İsa əleyhissalama Allahın oğlu, Allah oğlu və ilaxirə bu kimi öz əqidələrini bəyan eləyəndən sonra Allah Cəbrail əleyhissalamı göndərir ki, ey mənim rəsulum, artıq mübahisə elədin, bəsdir, kifayət eləyər, bu ayəyə əsasən hərəkət elə. Ayə Qur'an-ı Kərimdə Ali İmran surəsinin 61-ci ayəsidir. Buyurulur ki, فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَةَ اللّٰهِ عَلَى الْكَاذِبِينَ. Sadakallahul aliyyul azim. Buyurulur ki, ey Peyğəmbər, o şəxslər ki, yəni kimlər ki
gəliblər sənin yanına və səndən mübahisə eləyirlər bir məsələ haqqında ki, o məsələni biz sənə bəyan eləmişik, o elmi biz sənə xəbər vermişik. Yəni İsa əleyhissalam haqqında müəyyən ayələr qeyd eləmişik. Yəni İsa əleyhissalam Allahın göndərilmiş peyğəmbəridir. Nəinki Allah oğlu, Allahın oğlu və ilaxirə. Bu haqda sənə ayələr göndərmişik, bəyan eləmişik. Sən indi onlarla bəhs eləməyin daha kifayətdir. Onlara deginən, siz ki mübahisəni davam etdirirsiniz, əl çəkmirsiniz, yəni öz tutduğunuz yolda dayanmışsınız, öz əqidənizdə dayanmışsınız, bizlə razı deyilsiniz, Allahın ayələri ilə razı deyilsiniz, gəlin mübahilə eləyək. Mübahilə sözü elə bu ayənin özünün daxilində var. Nəbtəhil mənasıdır ki, yəni bir insanla ki bəhs eləyərsən, əgər o bəhsində inatkarlıq eləyərsə, onda üzvü qibləyə tutursan və Allaha dua edirsən və lənətləmək mənası. Yəni ilahi, hər o şəxsi ki bizim bu mübahisəmizdə batildir, sənin lənətin ona yaxsın. Buna deyərlər mübahilə. Həzrət Peyğəmbər əleyhissalam bunu bəyan edir xristianlara. Həzrət Peyğəmbər əleyhissalama xitab edirlər ki, biz razı. Həzrət buyurur ki, gedin sabahlarım, ayə ilə Həzrət buyurur, gedin sizi dəvət eləyik. Nəd'u əbna'ana və əbna'kum. Gedin öz evlatlarınızla gəlin. Biz də öz evlatlarımızla gələcəyik. Gedin xanımlarınızla gəlin. Biz də öz xanımlarımızla gələcək. Və ənfusana və ənfusakum. Gedin öz nəfslərinizlə gəlin. Biz də öz nəfslərimizlə gələk. Bahilə deyək. Kim batildir? Allahın lənətin ona deyək. Allah yalançıları sevməz. Ayənin qısa mənası bu idi ki, Peyğəmbər İslamda onları dəvət edir bu işlərə. Onlar razılıq verirlər və gedirlər. Səhərsi gün gəlirlər və hamı yığılır, Mədinə əhli yığılır və Peyğəmbər əleyhissalamı görürlər ki, gəlir. Həzrət Peyğəmbər əleyhissalamın görürlər ki, qucağında bir uşaq, bir uşağın da əlindən yapışıbdır, 5-6 yaşında uşaq və arxası ilə bir xanım gəlir, onun da ardınca bir cavan oğlan gəlir. Xristianların başçısı keşiş deyir ki, mən artıq bu mübahisədən əl çəkirəm, çünki görürəm ki, o gələnlər Allahdan dağı yerindən oynatmağı istəsələr, Allah o dağı yerindən oynadacaq və bizə bəla gələr. Mən qəbul eləmirəm və mən sözümdən qaçıram. Həzrət Peyğəmbər əleyhissalam gəlir və onlar daha dünən verdikləri vədə əməl eləmirlər, nə dua edirlər, nə filan. Deyirlər ki, ey Muhammed, Allahumma salli ala Muhammedin və ali Muhammed. Biz artıq mübahiləyə getmirik və sənin üçün nə məqbuldursa, biz gəl sülh müqaviləsi bağlayaq. Və Həzrət Peyğəmbər əleyhissalamla müqavilə bağlayırlar ki, ildə nə qədər filan şey, bəhman şey Həzrət Peyğəmbər əleyhissalama veriləcək, yəni İslama veriləcəkdir ki, İslamın himayəsi altında yaşayacaqlar. Və bu cürədə tamamlanır. Hamı dağılır, Həzrət Peyğəmbər əleyhissalam götürür o öz əhl-i beytin və gəlir Ümmü Sələmə xanımın evinə. Həzrət buyurur ki, mən dua eləyim, siz də amin deyin. Abbasın atır çiyninə, dua eləmək istəyəndə bütün əhl-i beyt, yəni mən sözü uzatmaq istəmirəm. Xanım Fatimə Zəhra əleyhissalam, İmam Həsən, İmam Hüseyn əleyhissalam ki, ya atacan, babacan, icazə ver biz də əbanın altına gələk. Həzrət əbanı açır, onlar hamısı gəlirlər, 5 dənə ali əba ona görə deyilir. Və Həzrət Peyğəmbər buyurur ki, ilahi, bu şəxslər mənim əhl-i beytimdir. Bunlardan çirkinliyi, bütün günahları aparcınan, onları dostların dost bil, onlara yardım eləyənlərə sən yardım eləcənən. Elə bu duada Həzrət Cəbrail əleyhissalam nazil olur və Qur'anın Təthir deyilən ayəsi ki var, məşhurdur, o ayə nazil olur. İnnəmə yuridullah liyudhibə ankumur ritsə əhləl beyt
beyt və yutahhirakum tathira. Ey peyğəmbər, indi Allah xitab edir. Ey mənim rəsulum, həqiqətən biz iradə eləmişik. Yəni iradə budur ki, Allah onu bu bəşəriyyəti yaratmamışdan qabaq, buranın yaratmaq proqramından əvvəl o Allah o iradəni eləyib. Yəni bu elə bugünkü gün belə deyək, mübahilə olan günü təsdiq olmayıb. Yox. Allah onlara xatir kimi aləmi yaradıb, xəlq eləyib. Onda da elə onu qeyd edib ki, mənim dünyada 5 kimsəm, yəni peyğəmbər və əhl-i beyt ki, dünyaya gələcək, onlar məsum olacaqlar və dünyada mənim xəlifəm olacaqlar. Bu ayəni nazil edir. İnnəmə yuridullah, Allah iradə eləyib. Liyuzhibə ankum, ey əhl-i beyt. Əhl-i beyti Allah xitab edir. Ey əhl-i beyt, Allah bütün çirkinlikləri sizdən uzaqlaşdırıbdır. Yəni siz dünyada bütün günahlardan, istər söz, istər əməl, istər fikirdən keçirtmək, istər göz, bütün əzalar, yəni bütün vücudunuz və ruhiyyənizlə siz məsumsunuz. Allah bu möhrü vurmaqla peyğəmbər və onun əhl-i beyti olan bu 4 kimsə, yəni peyğəmbərlə baxan 5 kimsə dünyaya gəlməmişdən əvvəl Allah yanında məsum olaraq möhür vurulubdur. Dünyaya gələndə də məsum və pakdılar. Bu paklığın da bir çox mənaları var ki, mən o tarafa varmıram. Yəni Allah bizlər üçün Peyğəmbər əleyhissalamdan sonra olan imamətin məsumluğun şərt olduğunu qeyd edir burada. Yəni İslam ümmətinə Peyğəmbərdən sonra kim rəhbər olacaqsa, hansı nəsil rəhbərlik edib imamətlik eləyəcəksə, Allah bu ayə ilə bizlərə açıqlayır ki, o şəxs məsum olmalıdır, məsum. Daha dünən bütpərəst olsun, kafir olsun, sonradan gəlsin İslamı qəbul eləsin, İslama rəhbərlik eləsin, xeyr, əvvəldən məsum olmalıdır. Allah bunu hökm eləyib, möhrünü də vurubdur. Bəli, bu bir ayədir ki, bugünkü gündə nazil oldu və bütün İslami hansı kitabları desən, hansı məzhəbdə desən, hamısı bunu təsdiq eləyir, bu əhvalatı təsdiq eləyir və bəzi məsələlərdə çalışırlar ki, ora-bura vursunlar, amma xeyri də yoxdur. Bütün dünya sübut olunubdur ki, bu əhl-i beytdir. Allah da bunu Qur'an-ı Kərimdə buyurubdur. Fəqət bir-iki dənə nöqtə ki, o lazım olar möminlərə, onları qısa formada deyirəm. Harun Ər-Raşid, Allah ona lənət eləsin. İmam Musa Kazım əleyhissalamı bilirsiniz ki, həbsxanada yatızdırıbdır bir 10 ildən çox. Onu çağırır alimlərin yanında, istəyir ki, onu pərt eləsin. Deyir, mənə dəlil gətirginə, siz deyirsiniz ki, biz Peyğəmbərin evladlarıyıq. Baxı, Peyğəmbərin evladları olmayıb. Hansı dəlilə əsasən deyirsiniz ki, siz Peyğəmbər evladsınız? Əlinin evladları Zəhra əleyhissalamdan dünyaya gəliblər, o Peyğəmbər evladları sayılmaz. Sən onun dəlillərini göstər görüm ki, siz hardan oldunuz Peyğəmbər evladları? İmam Musa Kazım əleyhissalam Ən'am surəsinin 85-84-cü ayəsini dəlil gətirir. Və vəhabnə ləhu İshaqə və Yaqubə kullə hədəynə və Nuhan hədəynə min qəbli və min zurriyyəti Davudə və Süleymanə və Əyyubə və Yusuf və Musa və Harunə və kədəlikə nəzzil muhsinin və Zəkəriyyə və Yahya və İsa və İlyasa kullun minəs salihin. Bu nə qədər ki, burada Peyğəmbərlərin adları çəkilib, Qur'an da buyurur ki, bütün bu Peyğəmbərlər hamısı İbrahim əleyhissalamın nə idi? Zürriyyəsidir, yəni nəslindən gələndir. Dəlilləri də ki, ayə bütün hamısında adların bir-bir çəkib. Fəqət bir dənə nöqtə var burada. Nədir o nöqtə? Buyurur ki, və İsa. İmam Musa Kazım əleyhissalam buyurur ki, ey Harun, İsa'nın atası kim idi? Deyir ki, İsa'nın atası olmayıb ki, demək Məryəm əleyhissalamdan dünyaya gəlibdir. Dedi, bəli, demək xanımdan dünyaya gəlib. Allah isə o İbrahimin nəslindən olan Peyğəmbərlərin hamısının adını çəkir, burada İsa'nın da adı çəkir. Əgər İbrahimin nəslindən deyilsə, onda xanım Məryəmin evladı sayılırsa, Allah onun adını niyə burada çəkir? İbrahimə onu nisbət verir. Yəni deyir ki, Məryəmdən dünyaya gəlmiş olsa da, atası olmasa, Allahın əmri ilə dünyaya gəlmişdirsə, bəs onda İbrahimin oğlu niyə deyilir Qur'an-ı Kərimdə? Harun burada sözü tamamlanır. Bu bir ayə. İkinci ayə, məlun onun oğlu. Bilirsiniz ki, İmam Rıza əleyhissalama zəhər verən
həmin Abbasi xəlifəsi Məmun yenə də İmam Rıza əleyhissalamı atası etdiyi kimi bu da eləyir. Yığır alimləri, orada qeyd edir ki, ey Əli, yəni İmam Rıza əleyhissalamın adı Əli idi. Ey Əli, sən nəyə əsasən deyirsən ki, mən peyğəmbər balasıyam? Peyğəmbərin ki, nəsl yoxdur. Eyni suallar atası verdiyi kimi həmin hadisə burada eyni baş verir. Amma İmam Rıza əleyhissalam neynir? İmam Rıza əleyhissalam onun cavabını verir. Necə ki, hətta orada da qeyd edilir ki, bizim paklığımız həmçinin nədir? O ayədir ki, Təthir ayəsi Allah bizim haqqımızda buyurubdur. Amma sən istəyirsən ki, biləsən ki, biz hardan oluruq Peyğəmbər əleyhissalamın nəsli? Ayənin özündə mən oxudum. Ənfusana ənfusakum. Burada deyilir, ondan qabaq da deyir, əbnaənə əbnaakum. Yəni Allah buyurdu ki, gedin evlatlarınızı gətirin, sabahların dua eləyək. Deyir, Peyğəmbərin evlatları kim idi? Məmun deyir ki, o dövrdə Peyğəmbərin evlatları yox idi ki, və Peyğəmbər evladsız gəldi. Dedi, yox, kimdən gəldi? İmam Hüseyin əleyhissalam qucağında idi Peyğəmbərin və İmam Həsəni də əlindən tutub gəldi. Dedi, o dəlil o deyil ki, Allah buyurur ki, evlatlarınızla gəlin. Cəddim də götürüb Həsən və Hüseyni gətirdi ki, yəni ki, başa salır dünyaya, deyir ki, dünya, bunlar mənim evlatlarımdır, bunlar mənim balalarımdır. Və Qur'an nə buyurur? Buyurur ki, indi mən əlavəsini deyirəm. İmam Rıza bunu ilə onu da susturur. İndi mən əlavəsini deyirəm qısaca. Əlavəsi nədir? Qur'anda Allah özü buyurdu ki, nədu əbnaənə və əbnaakum. Buyurdu ki, gedin, öz evlatlarınızla sabah gəlin. İndi buradan sual çıxır. Mən əvvəldə də bunu qeyd eləmişdim. Allah Teala bilmirdi ki, Peyğəmbər əleyhissalamın evladı yoxdur. Olmayan nəyə deyir ki, Peyğəmbərə ki, bu xristiyanlara denən ki, gedin evlatlarınızla gəlin, mən də gəlib öz evlatlarımla gələcəm. Məgər Allah bilmir ki, Peyğəmbərin evladı yoxdur. Amma burada Allah istəyirdi ki, dünyaya bir möhür vursun ki, qiyamətə qədər heç kəsin səsi çıxmasın. Heç kəs buna doy geyindirə bilməsin. Bilirdi ki, Peyğəmbərin evladı yoxdur, amma dünyaya istəyirdi ki, başa sal ki, dünya, mən dedim Peyğəmbərə ki, Həsən və Hüseyni götür get. Ayənin təfsiri nədir? Peyğəmbər əleyhissalamın canlı əməlidir. Bir var ki, Peyğəmbər əleyhissalam əlindən tutur, deyir ki, dinin kamil olması üçün mən kuntum mevlahu fəhəzə əliyyum mevlahu. Peyğəmbər bunu dedi, görsən ora bura vururlar, 14 əsrdir. Peyğəmbər əleyhissalam inləm təfəəl ayədə buyurur ki, Peyğəmbər bu sözlə yox, dur ayağa, yapış əlinin əlindən deginəm. Ayə bunu deyir. İnləm təfəəl, yəni sən əməldə durub deməsən, Peyğəmbərlik eləməmisən. Peyğəmbər əleyhissalam da çağırır əlini ki, dur gəl bura. Əlindən yapışıb qalxızır. Deyir ki, bu Əli, mən kimin rəhbəriyəmsə, bu Əli onun rəhbəri. Bunu 1400 ildə vururlar, dağa, daşa fırlayırlar. Güya ki, orada 100.000 mömin bilmirdi ki, Mövlanın mənası nədir. İndikilər daha yaxşı bilir. İndikilər müştəhid olublar. 1400 il bundan qabaq Peyğəmbəri indikilər daha yaxşı biliblər ki, güya ki, Peyğəmbər dost elan edib. Dost elan eləməyə bu boyca həngama lazımdırmı Qədirxumda? Mövla, yəni rəhbər. İndi rəhbər kim ola bilər? Allah buyurur. Rəhbər kim ola bilər? Bu ayənin özünə diqqət eləyək. Ayənin özündə birincisi buyurur ki, Allah Teala, ey mənim Peyğəmbərim, nisaənə nisaakum, xanımlarınızı gətirin, mən də xanımlarımı gətirəcəyəm. Peyğəmbər əleyhissalamın həmin vaxtı bir neçə xanımı var idi. Onların heç birini götürüb gəlmədi. Yəni Peyğəmbər öz əməli ilə istəyir dünyaya başa salsın ki, xanımlar fəqət mənim üçün Zəhradır, Fatimədir. Fatiməsiz Əhl-i Beyt yoxdur. Heç bir xanım da məsum deyil xanım Fatimə kimi. Bir çoxları gətirirlər Peyğəmbərin xanımlarını da bura istəyirlər qatalar. Mümkün deyil. Niyə? Çünki özlərinin bütün kitablarında var ki, bu ayə nazil olanda Peyğəmbər əleyhissalam Ümmü Sələmənin evində idi. Ümmü Sələmə dedi, ya Rasulallah, mən də gəlim girim əbanın altına, mən də sizlə bahəm dua eləyim. Dedi, xeyr, sən möminə xanımsan, sən fəzilətli xanımsan, amma sən Əhl-i Beytə
aid ola bilməz. Ümmü Sələmə kimi mötəbər, fəzilətli, möminə bir anamız, Peyğəmbər onu icazə vermədi. Niyə? Çünki Allah icazə vermir. Allah icazə verməyənə indi sən nə qədər gətirib Peyğəmbərin xanımlarını ora şey eləsən, xeyri yoxdur. Bu da bir tərəfdən. Quran nə buyurur? Quran buyurur ki, ey Peyğəmbər, ənfusana ənfusakum, öz nəfislərinizlə gəlin. Yəni, insan özü öz nəfsi ilə necə gələ bilər? Demək, öz nəfslərinizlə gəlin deməkdə bu ayədə məna nədir? Bütün İslam aləmindən soruşsanız, Peyğəmbərin öz misli, Peyğəmbərin öz yaxını, Peyğəmbərin ətindən olan əti, canı canından olan ruhu, ruhiyyəsi olan, qanı qanından olan şəxs lazımdır. Bu kim idi? Əli ibn Əbu Talib əleyhissalam idi ki, Həzrət Peyğəmbər əleyhissalam Əli əleyhissalamı götürüb gəlir. Yəni, Əli əleyhissalam kimi Peyğəmbərə cismi, ruhi, hər bir cəhətdən yaxın olan heç kəs olmayıb. Allah onu buyurur ki, Əliyini götür gəl. Mən bir haşiyə çıxım, bəlkə də eşitmişsiniz. Eşitməyənlər üçün diqqətli olsunlar. Quranda bir dənə surə var. 114 surədən bir dənə surədə Bismillahirrahmanirrahim yoxdur. Ona deyərlər Bəraət surəsi. Yəni, o surə nədir? Allahın qəzəb surəsidir. Onun təfsiri genişdir, mən ora varmaq istəmirəm. Fəqət dediyimiz bu ayəyə nöqtəni deyəcəyəm. Bu ayə həmin o Bəraət surəsi nazil olan kimi mənası budur ki, ey Peyğəmbər, gedin həccə, o hadisə də baş veribdir, bax bu ayda. Gedin Məkkiyə, orada müşriklərə qarşı nifrət bildirin, müşriklərə qarşı lənət oxuyun və deyin ki, bu gündən sonra müşriklər Kəbəyə gələ bilməzlər. Bu hökm ilahi idi. Ona görə ki, müşriklər Kəbəni gəlib ziyarət eləyərdilər, tavaf eləyərdilər. Əvvəllər, İslamdan əvvəl olan bir adətləri var idi. Nə idi? Anadan gəlmə lüt gəlib Kəbəni ziyarət eləyərdilər. Və təsəvvür edin ki, orada nə baş verir? Lüt tavaf eləyərlər. Və Allahın qəzəb ayəsi gəldi. Qısasını deyirəm. Həzrət Peyğəmbər İslam neynədir? Əbu Bəkri əmir həcc seçdi, rəhbər seçdi. Bir neçə nəfərlərlə göndərdi ki, gedin, ey Əbu Bəkir, bu da Allahın hökmü, bu ayələri Kəbədə oxu günən. Əbu Bəkir müəyyən qədər getmişdi, Mədinədən çıxmışdı. Bir vaxtı ki, Mədinədən ayrıldı və bir yerə çatdılar, Həzrət Cəbrail əleyhissalam nazil oldu. Ey mənim Rəsulum, ya sən özün durub getməlisən, bu ayəni təbliğ eləməlisən, ya da sənin özündən olan insan getməlidir. Həzrət Peyğəmbər əleyhissalam neynədi? Əli əleyhissalamı çağırdı. Buyurdu ki, ey Əli, get Əbu Bəkri yolda əlində olan verdiyim ayələri al, ona dinən qayıtsın dala. Səni rəhbər təyin edirəm. Bu da Allahın əmridir. Və Əli əleyhissalam da gedir dediyi kimi eləyir. Birinci xəlifə bundan inciyir, qayıdır. Ya Rasulallah, mən nə eləmişdim? Dedi, sən heç nə eləməmsən, ancaq Allahın əmri budur ki, ya sən özün, ya da sənin özünün mislin. Bu bəs deyilmi bu ayə ki, bu ayə ilə yan-bayan qoy o ayəni? Yəni nə? Yəni Peyğəmbərin nəfsi Əli. Hansı sahədə desən, Əli ibn Əbu Talib əleyhissalam Peyğəmbərdən sonra Allahın məxluqunda ən şərəfli, ən fəzilətli, ən ali, bütün ilahi sifətlər ki, Peyğəmbər əleyhissalamda var idi, onların da hamısı Əli əleyhissalamda idi. Fəqət bir dənə fərqi var idi. Fərq bundan ibarət idi ki, Peyğəmbər əleyhissalama vəhy nazil olurdu. Çünki Peyğəmbərdir, Rasuldur. Amma Əli əleyhissalama vəhy nazil olmadı. Fərq bir dənə bundaydı. Amma Allah özü bu ayələrlə buyurur ki, Əhl-i Beytin imaməti bu günlərin bizlər üçün nəyə əsas göstərir? Göstərir ki, Əli və onun evlatları məsum imamdırlar ki, Həzrət Peyğəmbər əleyhissalam da buyurur ki, məndən sonra dünya zülmlə doyanda mənim evlatlarım dünyaya rəhbərlik eləyəcəklər. 12-ci imam gələcək və rəhbər adı adımdan, künyəsi künyəmdən, ləqəbi ləqəbimdən və o cümlədən bütün mənim hər bir məsələdə, əxlaqımda o şəxsi də var. Dünyanı zülmdən
azad eləyəcək. Mən bir məsələni deyim, vaxt ki tamam olur, artıq mən çox danışa bilmirəm. Məsələ Qur'an-ı Kərimdə o haqda bir neçə ayələr nazil olub. Yəni nə? Xəndək müharibəsi eşitmisiniz İslamiyyətdə. Qur'anda ayələr var, baxsız o ayələrə. Həmin müharibə bu aylar baş veribdir. Həzrət Peyğəmbər əleyhissalam hərəkət eləyib və Məhərrəm ayı ta ki bu Xeybər müharibəsi başlayıb. Nədir bu? Hicrətin 7-ci ilində Həzrət Peyğəmbər əleyhissalam Xeybər yahudilərinin İslama hücumunu eşidir, bilir ki İslama hücum eləyəcəklər və Həzrət qoşun toplayır və Xeybər deyilən bir əraziyə gəlir ki, orada yahudilər yaşayırdı. Xeybər Mədinədən 200 kilometr aralıdadır. İndi də məsəl üçün getmək olar, amma o tərəfə buraxmırlar. Amma Məkkədən Mədinəyə gedənlər görürlər. Yazılıb ki, Xeybər, yəni Xeybər şəhəri. İndi YouTube-da da qoyulub baxmaq olar. Bəli, Peyğəmbər əleyhissalam həmin şəhərə gəlir, 3 günə gəlib çatırlar Xeybərə və orada 7 qala olur. Yahudilərin Xeybərdə 7 qalası vardı. O qalaların da adını deyim ki, biləsiniz. Naim, Qamus, Şeq, Hattat, Vəti, Sulalim, Kətibə. Yəni bu qalalar, onlardan da başqa ikisi də var idi ki, Səd ibn Məaz və Zübeyr qalası adlanırdı. Bu qalalar orada çox bir möhtəşəm qalalar idi. Bütün orada qoşun falan, hər bir şey də orada var idi. Həzrət Peyğəmbər əleyhissalam o qalaları ala gəlirdi, fəth elirdi. Ta gəldi Xeybər qalasına yetişdi ki, o Xeybər qalası o birisi qalalardan da çox əzəmətli, çox böyük bir qala idi. Həzrət Peyğəmbər əleyhissalam ki, gəldi və bu döyüşlərdə iştirak eləyə gəlirdi, təxminən 20 gün çəkdi oradakı bu müharibə və 50-yə qədər müsəlman orada şəhid oldu və yaralandı. Həzrət Peyğəmbər əleyhissalam o ki, gəldi, çatdı Xeybərin əsas qalasına ki, onun adı ən güclüsü Qamus idi o qalanın, gəldi orada və yahudilər gördülər ki, Peyğəmbər gəlir qoşunu ilə. Həzrət Peyğəmbər əleyhissalam o birisi qalalarda olduğu kimi bayrağı da verdi birinə. Məsəl üçün, Əbu Bəkri çağırdı ki, ala bu İslamın bayrağı, qoşunu get Qamus qalasını al cina. Əbu Bəkir bəli, hücuma keçdi, həmin qalaya heç bir şey eləyə bilmədi və qayıtdı gəldi. Ondan sonra Həzrət buyurdu ki, ey Ömər, İslamın ikinci xəlifəsi Ömər ibn Xəttaba İslamın bayrağını verdi ki, get qalanı al gəl. O da getdi, eyni zamanda hücum elədi, heç bir şey eləyə bilmədi və əli boş geri qayıtdı. Həzrət Peyğəmbər əleyhissalam buyurdu, bütün İslami kitablarda var. Hansı kitabın adını çəksən, onlarda bu sahih kitablarda hamısında var. Qalə la'u'tiyannər rayətə qədən və ilaxirə. Mən oxumuram hədisi, vaxt yetməsin. Həzrət buyurdu ki, sabahlarım mən İslam bayrağını elə bir şəxsə verəcəyəm ki, o şəxs rəculun elə bir kişidir ki, yuhibbuhullah və rasuluh. O Allahı sevir və Peyğəmbəri sevir. Allah və Peyğəmbər də onu sevir. Bu söz məşhurdur, hər bir kitabda, hamısında İslam tarixində var. Hamı təəccüb edir ki, Peyğəmbər vədə verdi. Görəsən o sabahların kim olacaqdı ki, gedib o boyda Qamus qalasın, hansı ki orada yahudilərin ən güclü bir pəhlivanı Mərhəb oradadır. Onu məğlub etmək mümkün deyil. Kim olacaq o şəxs? Hamı fikirləşirdi. Bir vaxt gördülər ki, Peyğəmbər salam soruşdu ki, Əli hardadır? Ya Rasulallah, Əlinin gözləri ağrıyır. Dedi, çağırın mənim yanım. Gətirdilər, gördülər ki, Əli əleyhissalam gözləri bərk şiddətli ağrıyır və Həzrət ağzının mübarək suyu ilə Həzrət Əlinin gözlərinə çəkdi. Bax, bu dediyim sözlər Buxaridə yazılıb. O ki, bizə deyirlər ki, niyə Əlinin qəbrindən öpürsən? Təbərrükdür da. İmam Hüseynin torpağından öpürsən, təbərrükdür. Peyğəmbərin ağzının suyu təbərrük deyil. Məqam-ı İbrahim təbərrük deyil. Yəni, bu mövzuya mən getmək istəmirəm, fəqət istəyirəm işarə vuram. Bəli, Əli əleyhissalamın gözlərinə çəkdi və Əli əleyhissalam da buyurdu ki, mənim dünyada olduğum müddətdə mənim gözlərim heç vaxtı ağrımadı. Həmişə də yaxşı görürdüm. Əli əleyhissalama bayrağı verdi və Həzrət tez qoşunla gəldi və Mərhəb qaladan çıxdı və Əli əleyhissalama xoşa gəlməyən söz
sözlər dedi, fəqət rəcəz oxudu. Bunlar hamısı İslam tarixində var, təkrar deyirəm. Rəcəzi yadı hamısı var. Nə oxuyub, nə deyib, vaxtınızı almaq istəmir. Fəqət Əli əleyhissalamın bir dənə rəcəzə cavabını deyirəm sizə. Əli əleyhissalam baxdı ki, bu özündən çox razı olan. Əli əleyhissalam buyurdu ki, sən ki deyirsən mən mərhəbəm, mən məğlub olmaram, mən filan kəsəm, bəhman kəsəm. İndi mən də sənə deyirəm. Ənəllədi səmmətni ummi Heydərə. Bilginən mən də Əliyəm. İndi Əli mən deyirəm ha. Buyurdu ki, məni anam Heydər deyib adlandırıbdır. Heydərin də mənası ərəb dilində eşitmişsiniz yəqin ki, Əsədullah var, yəni Allahın şiri. Əli əleyhissalamın bir ləqəblərindən biri nədir? Əsəd. Əsəd də şirə deyirlər, Allahın şiri. Amma bir dənə də var Heydər. Heydər də ona deyirlər ki, əgər biz baxsaq ərəb lisanul ərəb lüğətlərinə görərsiniz ki, ərəblər şirlərin başçısı, özü o başçı ki, heç bir vaxtı məğlub olmayıb. Əgər şirlərin başçısı hansı ki o məğlub olarsa, hansısa bir heyvanla döyüşdə, ona Heydər deyilməz. Heydər o şirə deyilər ki, heç bir vaxtı məğlub olmayıb və təkrar hücuma keçər. Qalib şirə deyərlər. Əli əleyhissalam ki, mən də o şəxsəm ki, mənim anam o adı mənə qoyub. Adım Heydərdir və sənə təklif edirəm ki, İslamı qəbul eləsən. O Həzrətə xoş sözlər demədi və Həzrət Əli əleyhissalam onu iki zərbə ilə ortadan böldü, cəhənnəmə vasil elədi. Bu hadisə Təbəri, İbn Əsir, İbn Hacer, Heysəmi, İbn Hişam, Sibd İbn Covzi və digər bütün İslamın məşhur kitablarının hamısında var. Hər kəs istəsə gedib onu oxuya bilər. İndi nədir məsələ? Əgər biz diqqət eləsək, bugünkü gündə də həmin Xeybər oğulları Bəni Haşimlə savaşır. Xeybər balaları zülm eləyir. Özdə elə zülm eləyir ki, vicdanı olan, nəinki müsəlman, vicdanı olan dünyanın bütün millətləri lənət oxuyur. Dünyanın hər bir yeri görürlər hər bir şeyi. Görürlər ki, İslam aləmin siyonizmi və qərb dünyası neynir? Başlayıblar Əfqanistandan, İraq, Ərəb ölkələri ancaq İslamla və 30 ildir bizim də ölkəmizi görürsünüz ki, hələm qəbul eləmirlər ki, Azərbaycan neyniyib? Yəni, biz də müsəlman ölkəsiyik. Onlar da müsəlman ölkələrdir. Baxın, görün, biri vurur, ötürür obisinə. Azadlıqdan danışırlar və filandan danışırlar. Baxın, bir ölkə ki, 60 min insanı siyonizmi öldürübdür. Uşaq qatili. 20 min uşağı öldürüb. Xanımları öldürüblər, qətlə yetiriblər. Bizə də deyirlər ki, səs çıxmasın, nə işi var qalıb. 100 dənə sözlər. Heç nə mən demirəm. Bir dənə deyirəm, heç müsəlmançılıqda da qoyaq bir tərəfə. İnsanın daxilində Allah bir vicdan deyilən bir şey qoyub ki, qiyamətdə vicdanla, heç qiyamətə inanmasın da dünyada büyünlərim, vicdanlı insanlar danışırlar. Danışırlar ki, bir ölkə ki, həm bizim qonşumuzdur, həm qardaşımızdır, həm müsəlmandır, başına bomba tökülür, Təbrizindən tutmuş imamımızın Məşhədinə qədər raket atırlar. Hansı kimdir ki, o vicdanı oyanmayan insan ki, bunun dursun mənə cavabını versin ki, hansı insanlıqdan danışa bilər? İnsan birincisi Allahın bütün məxluqatına qarşı rəhimli olmalıdır. Bizim üçün fərq eləməz millət. Biz Allahın yaratdığı məxluqatın hamısına əl uzadırıq, dost bilirik, müsəlmandır, qardaş bilirik və insan bilirik. Bizim borcumuzdur onların hər bir çətinliyində səsimizi ucaldaq və hər bir xeyir işlərində təbrik eləyək. Bəs hanı o millətçilər? Keçən dəfə də mən qeyd elədim. Təbrizdən çoxdan vuranlar. İndi Təbrizin başına raketlər tökülür. Hanı o millətçilik? Yəni, bugünkü gün yox, qiyamətə qədər. Amma hədisdə var, İmam zamana qədər o Xeybər balalar qalacaqlar. İmam zaman gələndə bütün bunların hamısını 100% həll eləyəcək. Amma bugünkü gündə biz əlimizi əlimizin üstünə qoyaq. Bir söz də deməyək,
deməyək, bir insani bir fikir də söyləməyək və deyək ki, amandır, kiminsə cibinə ziyandır. Bu insaniyyətə sığan bir şey deyil, məsələ deyil. İnsan qonşusu Yahudi də olsa, Xristiyan da olsa, çətinliyə düşsə, insanlıq borcudur ki, ona əl uzatsın. Amma mən oturduğum yerdə qəfildən təcavüz elə, mənim başıma hələm təhqir elədiyim bəs deyil, necə deyirlər. 60 min insanı öldürdüm, bəs deyil. 130 minə çatıb yaralılar, bəs deyil. 1 milyon qaçqın salmısan, məhv eləmisən Fələstini, bəs deyil. İndi də gəl mənim ölkəmə, mənim xalqıma, mənim İslamıma bomba yağdır. Biri də mənə desin ki, danışma. Çox qəribə dövrdə yaşayırıq. Bugün vallahi və billahi Peyğəmbər əleyhissalam sağ olsaydı, o namaz qılanları deyirəm, namaz qılmayanlarla işim yoxdur. O namaz qılanlar ki, bu günlərin bu məsələlərdə biganədirlər. Vay olsun onların halına. Mən bugün varam, sabah yoxam. Mən həmişə bu sözü demişəm. Amma o qıldığınız namazlar heç olmasa Allahdan istəyin ki, qəbul olsun. Qəbul olmaz. Mən əsbəhə və ləm yəhtammil bi umuril muslimin fəleysə bi muslim. Hər kəs müsəlmanların bütün çətinliklərində, xeyrində, şərində fikri olmasa ki, ilahi, mən səhər durum müsəlmanın çətinliyi var. Səhər durum müsəlmanın hansısa bir problemi var, onu həll edeyim, nəsə eləyim. Bu fikirlə başın yastığa qoyub yatmasa, ölsən müsəlman kimi dünyadan köçməyib. Nəinki dursun, İyyəkə nə'budu və İyyəkə nəstəin deyib dua eləsin. Sana heç duan qəbul deyil, çünki müsəlman deyilsən. Peyğəmbər s.ə.v nə buyurur? Qonşusu ac olan yatsa müsəlman deyil. Ben necə ola bir ki, qonşunun başına ot tökülür. Mən də deyirəm müsəlmanam. Allah, mən duamı qəbul elə, onun başına ot tökülür, mənə dəxli var. Bu hansı müsəlmançılıqdır? Bu Amerika İslamıdır. Bax, budur dünyanın bugünkü ədalətsizliyi. Və biz də ağzımıza suala oturaq deyək ki, mən Əlinin şiyəsiyəm. Nə Əlinin şiyəsən? Muaviyyənin şiyəsisən. İn ləm yəkun dinikum. İmam Hüseyin əleyhissalamın kəlamıdır. Həzrət buyurur, əgər dinimiz yoxdursa, heç olmasa hürri olun, kişi olun. Onsuz da öləcəyik. Amma heç olmasa sabah Peyğəmbərin üzünə baxmağa, heç olmasa Əlinin üzünə baxın, mən də sənin şiəyəm deməyə bir sifətimiz olsun. Heç nə yox. Danışdıranda 40 milyondan danışır ki, orada 40 milyonun üzünə baxmağa üzümüz olsun. Bax, bu şeylərə diqqət eləmək lazımdır. Allaha and verirəm Peyğəmbərə, ali Peyğəmbərə. Allaha and veririk öz izzət-i cəlalına, Siyonizmin, Amerikanı, onların tərəfdarların, onlardan razı olana lənət eləsin. İlahi, sana and verik Peyğəmbər, ali Peyğəmbərə, sana and verik izzət və cəlalıva. Biz də o zülümdən 30 il çəkmişik, indi ki azadlığa çıxmışıq, indi ki öz vətənimizdir, öz torpağımızdır. İlahi, Peyğəmbər xatirinə bizim bu azadlığımızı əbədi qərar verginə. Və o əzizlərimiz ki, şəhid oldular, bizdən ötəri canlarından keçdilər, qeyrətimizdən ötəri canlarından keçdilər. İlahi, Əli ilə onları məhşur eləginən. Sana and verik Peyğəmbər, ali Peyğəmbər xatirinə. O insanlar ki, qəlbində, ola bilsin ki, bir insan qəlbində eləyir, ola bilsin dilində eləyir, ola bilsin əməlində eləyir. Hər o şəxsi ki, ilahi, müsəlmanların bugünkü gün başına gələn zülmə səslənir. Hər o şəxslər ki, onlar üçün bir kəlmə də olsa, evində də olsa, haqqı elan eləyir. İlahi, onların dünya ahirətin abid, itaətkar, xeyirli, sağlam, fəzilətli, nurani dünya həyatı və ahirətdə Peyğəmbər və əhl-i beytlə bahəm qərar verginən. Sana and verir izzət-i cəlalıva Peyğəmbər, ali Peyğəmbər xatirinə o insanlar ki, hər bir sahədə İslam üçün çalışarlar. Bax, sizin elə bura gəlişiniz, and olsun Allaha. Mən burada deyirəm, qiyamətdə mənim bu yaxam bu sizin əliniz. Əli ilə bugünkü gün gəlib burada oturduğunuz kimi, Əli ilə məhşur olmasınız, sizin bütün babalarınız, yəni bizim dillə desək, sizin bütün günahınız mənim boynuma və mən qiyamətin günündə sizin yanınıza üzü qarı olum. Əgər sizin buradakı oturuşunuz, nəfəs almağınız, bütün ömür boyu etdiyiniz ibadətdən fəzilətli olmasa, Allah mənə cəza versin. Mən bunu deyirəm. İlahi, bu vədəni də sən eşitdin, sana and veririk. İzzət-i cəlalına bu dualarımızda qəbul elə.
dualarımızın qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün İlahi, buradakı oturub nəfəs çəkdilər və dünyanın hər yerindəki bugünkü gündə bu İslam'a xərçəng kişi olan, insan qatili, uşaq qatili olan insanların ki, bütün onların varlığı haqqında lənət oxuyurlar və onlara öz nifrini bildirirlər. Bizi də olanla dünya axirətdə birlikdə məhşur eləcəklər. Onların salamatçılığı öz salamatçılığımız, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün əziz şəhidlərimizi və orada olan bütün bizim müsəlman şəhidlərimizin ruhlarını yad eləyək, haqlarında 3 dəfə qərar salavat hədiyyə eləyək.